Herkese salam dostlar, mən Hüseyin Necəsiz Nani, Yaxşıyev Zəhvalıq. Bəli, bugün başqa bir yerdə video çəkirəm, çünki vağzala gedirəm. İndi gedəsiz niyə? Çünki 2 həftədir müəllimə planladı gəzinti bugün eləyəcəyik. Mənə necə bir gəzinti? Buradan düz 20 kilometr uzaqda Legnitsa şəhərinə edirik. Təbii ki, ayaqla getməyəcəyik, avtobusla da yox. Burada tramvayla gedəcəyik, elektrikli ilə. Hatta nəysə, adı nə idi? İndi mən də bura gəlmişəm. Müəllim deyib 8:40-da bura gəlir. İndi saat 8:15-dir. Yəni indi 15 dəqiqə gözləyirəm. Onlar gələrlər, gəlməzsə bilmərəm. Bəlkə də oradalar indi. Nəysə, indi deyəsən nəyə gedirsən? Nə edəcəksiniz orada? Deməli gedəcəyik ki, orada tramplin yeri var. Müəllim bizi ailə ilə bir yaxa aparır da. Ora. Onda da orada atlanıb düşəcəyik. O, yəni kayf eləyəcəyik qısaca. İndi 5-6 saat qalacaq. Ortaya yaxın yer çıxıb gələcəyik. Olar da. Nəysə. Mən də bu videoyu çəkmək istədim, yoxsa içimdə qalardı. Nəysə. Mən onda yavaşdan gəlmişəm. Siz hazır gəlmişkən sizə vağzalı da istəyirəm. Ətraf belədir. Hələ vağzalı gəlmişəm. İndi qabağımdadır da. Bir 20 metr sonra qabağımdadır. Göstərəcəm sizə. Yəni mən dedim ki, biraz gec gələrəm, yarım saat olum. Deyirdim, 15 dəqiqə gəldim mən. Nəysə. Və qabaq deyiləm. Orada bayraqlar asılır. Yenə bilməyəcəyiniz bayraqlar. Yenə soruşum sizdən hansı bayraqlardır deyə. Soruşum. Biz də yaxınlaşım. Neysə, görsünlər bu. Qorxmurlar ondan. Və gəldik və çatdıq. Onsuz buranın vağzalı. Köhnə kimi görsən, yenə də yaxşıdır. Hələ suların qapılarını yox. Nəsə keçək buradan. Avtobusla mı girəcək, yoxsa tramvayla mı? Ona mən bilmədim. Bizimkilər oradadırlar. Nəysə, bu 3 bayrağı da sizə istərəm. Sizcə bu hansı yerin bayrağıdır? Bu 3 bayraq. Birinci bayrağı bilirsiniz elə. Bu 3 bayrağı da bilərsiniz. Nəysə, mən yavaşdan getdim. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Bay bay.